Son aylarda virus və bağırsaq infeksiyaları ilə bağlı şikayətlərin artması müşahidə olunur. Diqqət çəkən məqamlardan biri bu infeksiyaların əvvəlki dövrlərlə müqayisədə daha ağır kliniki gedişə malik olmasıdır. Mütəxəssislərin fikrincə virusların sürətlə yayılmasının əsas səbəbləri sırasında havanın temperaturunun azalması, quru hava, immunitetin mövsümi olaraq zəifləməsi, günəş işığının və D vitamini sintezinin azalması, həmçinin qida rasionunda vitaminlərin daha az qəbul edilməsi dayanır. Hazırda ən çox rast gələn infeksiya mövsümi A qripidir. Xüsusilə hər il fevralda bu infeksiyanın yayılmasında pik dövrü müşahidə olunur. Qrip infeksiyası risk qrupuna daxil olan şəxslərdə adətən daha ağır və fəsadlı keçir. A qripi, yəni influenza A virusunun törətdiyi bir qrip növüdür. Digər qriplərdə olduğu kimi hava damcı yolu ilə əsasən yoluxur bir insandan digər insana və bunun simptomları kəskin dönəmdə baş ağrısı, qızdırma, bulantı, qusma, bütün bədənin ağrıması, bu şikayətlər əsasən olur. Hansı xəstələr risk qrupundadır? Əsasən uşaqlar, 65 yaşdan yuxarı insanlar və xronik bir xəstəliyi, şəkər, təzyiq, ya da ki, onkoloji xəstəliyi olan insanlar risk qruplarındadır. Bu günlərdə vətəndaşlarda infeksiyalar tez-tez mədə-bağırsaq əlamətləri ilə müşahidə olunur. Xüsusilə uşaqlarda qrip, adenovirus infeksiyası, rotavirus və digər viruslara rast gəlinir. Bu cür infeksiyalar zamanı risk qrupuna daxil olan şəxslər dərhal həkimə müraciət etməlidirlər. Qrip zamanı hərarətin 3 gündən artıq davam etməsi normal immunitetə malik şəxslər üçün belə həkimə müraciət etməyə əsas verən ciddi siqnaldır. Rotavirus infeksiyasına yoluxanlar isə mütləq həkim məsləhəti almalı, özbaşına müalicədən çəkinməlidirlər. Risk qrupunda olan ağırlaşma ehtimalı yüksək olan şəxslərdə qrip əleyhinə vaksin mütləq tövsiyə olunur. Ölkəmizdə də Səhiyyə Nazirliyi tərəfindən qrip əleyhinə vaksin gətirilib. Klinikalarda tam ödənişsiz şəkildə klinikalara verilib. Bütün virus mənşəli xəstəliklərdən istifadə olunan qayda-qanunlar var ki, bunlardır. Bunlar nədir? Şəxsi gigiyena qaydalarına əməl olması, xəstə şəxsin özünü mümkün qədər qapalı ortamlardan cəmiyyət içərisində təcrid etmələri, cəmiyyət içərisində çıxacaqsa da mütləq şəkildə maska taxmaları mütləq vacibdir. Mütəxəssislər mövsümi infeksiyalardan qorunmaq üçün profilaktik tədbirlərə ciddi əməl olunmasının vacibliyini vurğulayırlar. Xüsusilə risk qrupuna daxil olan şəxslər və uşaqlar üçün bu tövsiyələrə əməl olunması sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.